Sonra, məsəl üçün, kiməsə demək istəyirsiniz ki, arxanca yığışdır. Arxanca yığışdır. Ən çox bunu analar filan uşağına deyirlər də. Bezirlər yığışdırmaqdan, deyir arxanca yığışdır. Deməli, necə olacaq? Nəyinsə arxasında olanda, düzdürmü? Kiminsə arxasında dayananda hansı qoşmadan istifadə edirik? Za qoşmasından istifadə edirik. İndi necə deyəcəksiniz ki, yığışdırın arxanızca? Biri za spinoy. За собой. Ubiri və yaxud ubiray. Yəni ubiri bir dəfə, düzdür? Ubiray daimi olaraq. Ubiray za собой, yəni daimi olaraq öz arxanca yığışdır. Təkcə indi yox. Düzdürmü? Yox, əgər təkcə indidən söhbət gedirsə, onda deyəcəksiniz ki, ubiri za собой. Ubiri za собой bir dəfə, ubiray za собой daimi olaraq. Так. Дальше. Bugün yorulmuşam, sonra yığışdıracağım. Bugün yorulmuşam, sonra yığışdıracağım. Deməli, avtomatik cümlə hansı zamandadır? Bugün yorulmuşam, sonra yığışdıracağım. Bugün yorulmuşam, sonra yığışdıracağım. Sorun nə dediniz müəlliməm? Bugün yorulmuşam, sonra yığışdıracağım. Hansı zamandadır cümlə? Hansı zamanda deməlisiniz cümləni? Həm indiki zamanda, həm gələcək zamanda. Gələcək zamandan söhbət gedir burada. Отлично. Да? Я сегодня устал, потом уберу. Я сегодня устал. Так. Я сегодня устал, sonra yığışdıracağım. Я сегодня устал, потом Потом уберу. Беру. Hər videoda yorulmuşam demək ki, kitab PDF haldadır, yəni elektron haldadır da. Videonda görürlər ha. Eşidirlər ki, PDF haldadır, elektron haldadır. Adı nədir? Mənə yazır ki, bayaq biri. Kitab haqqında məlumat verin. Məlumat atmışıq, arxasıca kart atmışıq da. Ki, PDF haldadırsa, sən bu dəqiqə ödəniş elədin, çeki atdınsa, dərhal sənə elektron variantda kitabı atırıq da. Yazıb ki, bir şeydir, deyin görək, hardan götürəcək, sonra kart at. Gün ərzində elə belə qeyri-adi insanlarla rastlaşırıq ki, yəni kitab PDF haldadırsa, mən karta bir həftədən sonra atmalıyam. Nə bilim. Tak. Qınamıram, başqa ölkələr Marsda özlərinə torpaq axtarırlar. Bizimkilər hələ tam əmin olmayıblar ki, onlayn öyrənmək olar, dili yoxsa yox. Onlayn işləmək olar. Təsəvvür edin də. Onlayn qəşəng işləyərək pul qazanmaq olar. Onlayn shopping eləmək olar. Onlayn nəsə sifariş, dünyanın o tərəfindən sifariş etmək olar. Düzdürmü?
Yeri gələndə hansısa bir sənəti onlayn keçərək öyrənmək olur, düzdür? Amma ki şeydə Bəli, bəli. onlayn dil öyrənmək mümkün deyil. Niyə? Deməli Niyə sən olmasın? deməli avtomatik sənin beynin hələ o dərəcədə inkişaf eləməyib ki, sən onlayn öyrənə biləsən. Niyə də olmasın? Niyə də olmasın? Həm ömrü boyu universitetlərdə qiyabi əyanı olub bu oxuma. Düzdür? Yəni biri hər gün gedir, biri də ildə 2 dəfə gedir. Belə çıxır ki, ildə 2 dəfə gedən adam olmayıb, ancaq hər gün gedən adamdır. İldə 2 dəfə gedən şeydə normal savadı yoxdur, hər gün gedən savadı fışqırır. Hardadır? Bu məntiq hardadır?